Dəyərli dostlar və dəyərli izləyicilər. Hazırda yaşadığım Almaniya ilə doğulduğum Azərbaycan arasında o qədər böyük fərq var ki, məni vətənimdən Almaniyaya gətirən əsas səbəblərdən də biri məhz elə bu fərqdir. Azərbaycan insan hüquqlarına heç bir hörmətin olmadığı, media azadlığının kəskin şəkildə boğulduğu, toplanmaq azadlığına imkan verilmədiyi, siyasi hüquqların tapdandığı bir ölkədir. Orada 14 ildir ki, ölkəni idarə edən ölkə başçısı insanların gözünə baxa-baxa güya insan haqları var deyə yalanlar danışır. Orada etiraz edən insanlar bir saat içində zindanlara salınır. Azərbaycanda insanlar ölkə rəhbərliyinə qarşı tənqid söyləməkdən olduqca çəkinirlər ki, özlərini zindanlardan qoruya bilsinlər. Məlum olduğu kimi Azərbaycanda 100-dən artıq siyasi məhbus var. Elə bu təbliğatında da məqsədim Azərbaycanda suçsuz yerə cəza çəkən qardaş və bacılarımıza biraz da olsa dəstək ola bilməkdir. Mən uzaq Avropada, o yerdə ki, bütün demokratik dəyərlər təmin edilib, ölkəmdəki gerçəkləri bu insanlara çatdırmaq istəyirəm. İnsanların dəstəyini almaq üçün onların şərqin ilk demokratik ölkəsini qurmuş bir xalqa rəqbətini qazandırmaq və bir gün bəlkə də öz ölkəmdə belə bir cəmiyyəti qurmaq ümidi ilə.